Şanlıurfa, hər qarış torpağı, tarix, mədəniyyət qoxusu verən əzəmətli, qədim şəhər. Sanki əfsanələr qoynunda uyuyan tarix incisi. Keçmişdən süzülən zəngin mədəniyyət mirası ilə insanı nağıllar dünyasına aparan ulu yadigar. Burada dünənlə bugünlə sabah əl-ələ yaşayır. Qarşımıza heyrət dolu gizli mədəniyyətin qapıları açılır. Hara boylanırsansa bir tarix, bir mədəniyyət və mistik bir ab-hava hakimlik edir. O zaman dərk edirsən ki, bura qədim Edessa, ahıl Urfa və gənc Şanlıurfadır. Adı cavanlaşsa da tarix səhifəsində günü-gündən qocalan Şanlıurfa. Qədim şəhərin yaranması miladdan əvvəl 8000-ci ilə təsadüf edir. Şəhər əsrlər boyu önəmli körpü rolunu oynayıb. Avropa ilə Asiyanı ticarət və mədəniyyət zənciri ilə bir-birinə bağlayıb. Dini təsəvvürlərə görə Peyğəmbərlər şəhəri adlanan Urfa, əsrarəngiz Fırat və Habur gölünün əhatəsində yerləşir. La ilahə illallah, əşhədü ən la ilahə illallah. Bu şəhərdə aşkarlanan tarixi qazıntılar zamanı 11500 il əvvələ aid olan daş qabartmalar, heykəllər, bütlər onu deməyə əsas verir ki, 11000 illik tarixində Urfa bir çox millətlərin, hakimiyyətlərin, ən əsası fərqli dinlərin meydan suladığı şəhər olub. Yaşayış tərzinə, tarix, mədəniyyət xəzinəsinə, bir də dini inanclarına söykənərək heç vaxt diqqətdən kənarda qalmayıb. 11000 illik ömründə bu şəhər Elba, Akkard, Şumer, Babil, Makedoniya kimi krallıqların hakimiyyəti altında idarə olunub. Edessa, Roma, Sasani, Bizans imperiyalarının ən önəmli mərkəzlərindən birinə çevrilib. Dəyişən hakimiyyət yeni dinlərin meydana gəlməsinə, yeni dinlər isə yeni çaxnaşmaların yaranmasına vüsət verib burada. Bu təzadlar Urfa insanının həyatına təsir etsə də, tarixə, mədəniyyətə, bir də İslamın müqəddəs incilərinə əsla toxuna bilməyib. Urfa özlüyündə çox böyük bir şəhər olmasa da, ancaq bu şəhərin içində başqa bir neçə tarixi şəhərlər də mövcuddur. Belə şəhərlərdən biri Urfanın qızıl tacı hesab olunan Harrandır.
Harrana heç vaxt etinasız qalmaq mümkün deyil. Çünki eramızdan əvvəl 2300-cü ilə aid olan Elba mədəniyyətinin ən qiymətli və yaşayan yeganə incisidir. Harran adi bir şəhər deyil, adi bir mədəniyyət mərkəzi deyil. Məhz Tövratda adı çəkilən Harran bax bu ərazidir. Bundan əlavə İslam tarixçilərinin inancına görə Nuh peyğəmbərin bu şəhərdə yaşadığı isbat olunmuşdur. Bunu isbatlayan digər bir dəlil isə bu ərazinin adıdır. Belə ki, Nuh peyğəmbərin nəvəsi Arranın adı ilə eyniləşdirilib bu əraziyə Harran adı verilib. Tarixin toz altında qalan səhifələri vərəqləndikcə nələr aşkara çıxmır, nələr. Bu qədim şəhərin həmsərhəd qonşuları tarixdən silinən Alşe, İşşuva, Aştote ölkələr olub. Bugün isə ölkələrdən əsər əlamət qalmasa da, tarixi Harran hələ də yaşamaqdadır. Bunun səbəbini isə bilən yoxdur. Qədim Harranın qala divarları 4 kilometrlik ərazini əhatə eləyirdi və 187 bürcü olan bu qala divarlarının 6 qapısı var idi. Anadolu qapısı, Aslanlı qapısı, Hələb qapısı, Mosul, Bağdad və Raqqa qapıları. Ümumilikdə bu 6 qapıdan yalnız bugünümüzə biri sağ-salamat gördüyünüz kimi gəlib çıxa bilmişdi. Hal-hazırda gördüyünüz bu qapı da həmin o 6 qapıdan biri, Hələb qapısıdır. Bu tarixi Harran şəhərinə də səyahətimiz məhz bu qapıdan başlanır. Günümüzdə ecazkar və tənha Harrana yalnız bir yolla giriş mövcuddur. Bu, məşhur Hələb qapısından olan girişdir. Əsrlər öncə şəhərə 6 giriş qapısı mövcud olub. Lakin bu 6 qapıdan biri 187 bürcü olan Hələb qapısı günümüzə qədər gəlib çata bilib. Qapı üzərində 2 ilan təsviri mövcuddur. Bugün gözlə görünməyən təsvirlərin mənası ilə bağlı tarixi mənbələrdə bu vurğulanır ki, Harran ovası olduqca isti və ilanların geniş yayıldığı yerdir. Minlərlə insanın ölümünə səbəb olan bu ilanlar əsasən Harranın tarixi məbədlərini, inanc yerlərini mühafizə edir. Bu səbəbdən belə bir inanc var ki, Harran insanlar tərəfindən deyil, ilanlar tərəfindən qorunur. Hamı bu şəhəri tərk etsə də, yalnız müqəddəs və qorxunc ilanlar heç vaxt Harrandan uzaqlaşmırlar. Hələb qapısı üzərindəki daş kitabədə ilan təsvirləri ilə yanaşı bu yazılar qeyd olunub. Tarix 588-1192 Səlahəddin Eyyubun qardaşı Əl-Malik, Əl-Adil. Kifayət qədər zəngin tarixi olan Hələb qapısından girdiyiniz zaman çox böyük bir xəzinəni hələ də yaşar görürsünüz. Hələb qapısı Harrana daxil olanlara həm yol göstərir, həm də onları qədim bir tarixə qovuşduraraq keçmişə aparır. Harran həm tarixin özünü yaşayır, həm də tarixi yaşadır. Harranın mistik ab-havası içində əzəmətlə dayanan yeganə məkan Harran qalasıdır desək, yanılmarıq. İnsanı müəmmalara qərq edən gizli keçidlər, yeraltı mağaralar, heç kimə bəlli olmayan sir dolu məbədlər bunu deməyə əsas verir ki, Harran qalası yalnız tarixin deyil, həm də ilahi qüvvələrin araya ərsəyə gətirdiyi böyük bir müəmmadır.
Şanlıurfanın güneyində yerləşən və hal-hazırda üzərində dayandığımız Harran qalası şəhər surlarına bitişik şəkildə inşa olunmuşdur və müxtəlif dövrlərdə müxtəlif hökmdarların sarayı olmuşdur. Bir zamanlar tamamilə dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalan həmin bu Harran qalası 1059-cu ildə İslam dövlətlərindən biri Fatimilər tərəfindən bərpa olunmuş və gördüyünüz kimi bu günümüzəcən dayanıqlı qala bilmişdir. Bir zamanlar yerində Sabi məbədi olan Harran qalası sanki o sirli məbədin həyatını davam etdirir. Sabi məbədinin bir gecə qeyb olduğu, məbədlə yanaşı yüzlərlə insanın da yoxa çıxdığı və onların taleyindən bir daha xəbər alınmadığı vurğulanır. Sabi məbədinin yerində bu qalanın necə və kim tərəfindən inşa olunduğu da bildirilmir. İslam qaynaqlarında Harran qalasının hicri təqvimi ilə 4-cü əsrə aid olduğu qeyd olunur. Qala haqqında tarixçi Əl-Müqəddəs yazırdı. Bu qala olduqca güclü və möhkəmdir. O, məhşər gününə şahid ola biləcək əzəmətdədir. Tarixi araşdırdıqca o da məlum olur ki, Əməvi hökmdarı 2. Mərvə qalanın inşasına 10 milyon dirhəm xərcləyib. Böyük bir ərazini əhatə edən saray kompleksi və qala uzun illər 2. Mərvənin ixtiyarında olub. Bu keçilməz Harran qalası haqqında o qədər fikirlər, mülahizələr irəli sürülüb ki, artıq insanlar da hansına inanacağını belə bilmirlər. İslam mənbələrində bu qalanın eramızdan əvvəl 10-cu əsrdə Qüds məbədi olaraq inşa olunduğu bildirilir. Qala ilə bağlı o da vurğulanır ki, 1192-ci ildə Harran qalası Səlaheddin Eyyubdan sonra Məlik Əl-Adilin əlinə keçib. 17-ci əsrdə Harranı ziyarət edən Evliya Çələbi bu tarixi mülahizələrə son nöqtəni belə qoyur. Harran qalasını zalım Nemrut inşa etdi. Alov kimi qızmar səhralara, soyuq su kimi rahatlıq bəxş edir bu qala. Evliya Çələbinin bu fikri bugün də özünü doğruldur. Havanın hərarəti 40-45 dərəcə olduğu halda qaladakı istilik 25 dərəcədir. 3 mərtəbəli, 150 otaqlı qalada tapılan daş kitabədə Numerlilərin 3-cü hökmdarı Meminin adı və 451-ci il tarixi yazılıb. Düzdür, bütün bunlar Harran qalasının görünən və bilinən mənzərəsidir. Ancaq kim bilir ki, bu qalada hələ neçə sirlər və müəmmalar gizli olaraq qalır. Göz yaşı kimi saf Fırat sularının sahilində yerləşən bu tarixi şəhərdə dünyada ilk dəfə universitet yaranmışdı və bu həmin Harran Universitetində İbn Sina, Fərabi kimi onlarla elm adamları, məşhur şəxsiyyətlər təhsil almışlar. Göründüyü kimi, necə ki şəhərdən, o cümlədən də bu universitetdən hal-hazırda yalnız xarabalıqlar qalmışdı. Moğol dövlətinin, yəni Çingiz xanın ordusu tərəfindən dağıdılan bu şəhər və universitetin hal-hazırda qalan qalıqları bugün yalnız elm adamlarının, alimlərin və tədqiqatçıların tarixi araşdırmalarında istifadə olunan məkandır.
Harran qalasına çox yaxın bir ərazidə isə əzəmətli tarix səlnaməsinin qalıntıları canlanır. Bu, bəlkə də çoxlarına bəlli olmayan Harran Universitetidir. Dünyanın ilk universiteti olan Harran Universiteti tarix səhifəsinə kimləri bəxş etməyib ki? Tarixi bizim eranın 718-913-cü illərinə aid olan Harran Universiteti haqqında dəqiq bir bilgi olmasa da, bu universitetin dünyanın ilk universiteti olduğu artıq təsdiqlənib. Əsrlər keçməsinə baxmayaraq, bugün xarabalıqları qalan Harran Universiteti ətrafında hələ də arxeoloji qazıntılar davam edir. Hər gün yeni bir tarix səhifəsi aşkarlanaraq Harranın keçmişini aydınladır. Səsli küylü həyatı ilə vidalaşan, bugün sakit ömrünü yaşayan Harran hələ də keçmişə ayna tutmağa qadirdir. Yetər ki, ona diqqət və qayğı göstərilsin. Günəşin qızmar alovunda qovrulan Harran, sanki insan ayağının hənirtisi ilə ürpənir. Elə bir hiss yaranır ki, bu mistik şəhər insan səsinə, insan sədasına çox yadlaşıb. Onu yatmış ilan da adlandırırlar. Əgər qəzəbə gəlsə, çox böyük bir qisas alacaq. İlan mələməz düzlərdə insan görmək, insan səsi eşitmək nə qədər müşkül olsa da, gerçək oldu. Sən demə, tənha şəhərə sığınan tənha insanlar da varmış. Onları nə dindirmək, nə də güldürmək mümkün deyil. Gələnə qəmlə, gedənə həsədlə baxan bu gözlər yanıqlı səslə qəhərlənir. Ayağında qondıra, yer gəlir dura, dura, yer gəlir dura, dura. Ölürəm ben, ölürəm, ölürəm ben, ölürəm. Nerə gitsem gəlirəm. Ben bir fakir çocuğam, ara seni buluram. Ay. Çıktım kerpiç divara, çıktım kerpiç divara. Göz çox baxa bilməz bu mənzərəyə. Ayaqlar qeyri-ixtiyari uzaqlaşıb gedir. Ah, her deme zalim felak sinema dokunma benim. Taş mı sandın, taş mı sandın yüreğim kal'ay. Ah, mübavvet vay. Ah, her deme zalim felak sinema dokunma benim. Bu abu havanın təsirindən azad olmamış, nağılları xatırladan Harran evlərini görürük. Harran mədəniyyəti gördüyümüz tarixi abidələrlə, müqəddəs məkanlarla, keçmişdən bu günümüzə gələn sənət nümunələri ilə tamamlanmır. Hal-hazırda Harran evləri də qoruma altına alınan və Harran mədəniyyətinin bir nümunəsidir. Gördüyünüz bu Harran evləri
eramızdan əvvəl 6000 il bundan əvvəl inşa olunsa da günümüzə qədər gəlib çatmağı bacarmışdı. Harranın simvoluna çevrilən bu kümbə evlər samandan, bişmiş torpaqdan, yumurta ağından və bir də gül yağından hazırlanır. Bu evlər qışda isti, yayda isə çox sərin olur və evin bu xüsusiyyəti Harran əhalisinin uzun ömürlü olmasına, sağlam həyat sürməsinə güc verən əsas amillərdən biridir. Bu şəhərin rəmzinə çevrilən kümbə evlər qışda isti, yayda isə çox sərin olur. Bu evlərdə yaşayanlar heç vaxt ağır acıya düçar olmur, əgər bu evlərdə yaşayanlar varsa. Harranın kümbə evləri nə qədər gözəl olsa da, insan səsinə, insan nəfəsinə möhtac qalıb, günü-gündən saralıb, solur. Vaxt keçir, günəş səmtini dəyişir. Lakin hələ də Harran qızmar günəş altında od tutub yanır. İstinin qovurduğu düzlərdə uçulub sökülən bir məkanın qalıntıları görünür. Bu, mistik və müəmmalı Xan-əl-Babil karvansarayıdır. Tək-tək dağlarının ətəyində yerləşən karvansara sanki insan üçün yox, kimlər və nələr üçünsə inşa olunur. Tükürpədən bir tənhalığa məhkum karvansaray ərazisində tapılan yeganə daş kitabədə yazılıb. Tarix 626-1228 İsaoğlu Əl-Xac Hüsaməddin Əli. Karvansaranın tarixi göründüyü qədər sadə və adi deyil. Belə ki, onun varlığı ilə bağlı o vurğulanır ki, bura lənətlənmiş bir yerdir. O, tənhalığa məhkum edilib. Karvansarada olan daş kitabə bunu təsdiqləyir. Görənləri dəhşətə gətirən kitabədə yazılıb. Mənə kim zərər versə, o məlum oğlu məlumdur. Məni kim lənətlədisə, o böyük zərərə düçar olacaq. Məmmalı karvansaray ilə bağlı insanların təsəvvüründə bu fikirdə yaşayır. Buradan keçib karvansaranı ziyarət etməyənlər və ya ziyarət edib onu unudanlar böyük dərdlə üzləşəcək. Karvansaray ilə bağlı ən qorxunc mülahizə belədir. Ərəb dilində barür kəlməsi keçi peyni mənasını daşıyır. Karvansaranın adının da barür olması əslində bir sirdən xəbər verir. Deyilənə görə karvansaranı inşa etdirən şəxs onun təməlini quru üzümlə doldurub və məndən sonra gələnlər buranı keçi peyni ilə dolduracaq deyib. Bu səbəbdən də karvansaranın adı barür, yəni keçi peyni qoyulub. Ən maraqlısı odur ki, karvansaranı inşa etdirən şəxs qəflətən qeybə çəkilib və ondan bir daha xəbər alınmayıb. Doğrudan da acı bir gerçəkdir ki, 1500 yaşı olan karvansara 1000 ildən artıq bir zamanda heyvanların böyük tövləsi olub. Hətta bir zaman heyvan peyninin altında tamamən itib, batıb. 100-dən artıq otağı, məscidi, hamamı olan karvansaray kompleksi bugün də fərqli aqibət yaşamır. Yenə də tənha, yenə də xarabalıq, yenə də karvansarada dolaşan gizli və müəmmalı qüvvələr.
yavaş-yavaş qaralır. Günəş qızmar şüalarını geri çəkir. Harrandan ayrılırıq. Gedəcəyimiz yeni ünvan tarixi Şüeyb şəhəridir. Günümüzə yalnız dağıntılar gəlib çatan Şüeyb şəhəri haqqında çox rəvayətlər, çox fərziyyələr dolaşır. Ancaq tarixi gerçəklik budur ki, Şüeyb peyğəmbər burada yaşayıb və bütün dünyada bu şəhər Şüeyb peyğəmbərin şəhəri kimi tanınır. Hələ də qazıntıların aparılmadığı bu ərazilərdə böyük bir mirasın gizli qaldığına inanılır. Şüeyb şəhərindəki qaya məzarları, yeraltı ibadət məskənləri, gizli keçidlər, mühafizə qalaları aşkarlana bilsə də, hələ də böyük bir tarixi miras işıq üzünə çıxmayıb. Şəhərin ən qiymətli incisi Şüeyb peyğəmbərin mağarasıdır desək yalan olmaz. Həzrət Şüeyb burada yaşayıb, hətta onunla bahəm Musa peyğəmbərin də bu mağarada yaşadığına inanılır. Şüeyb peyğəmbər məhz burada yaşamışdı. Bu məkanda onun evi, məqamı bugün də ziyarətçilər tərəfindən ziyarət olunur. Digər ikinci bir deyim isə budur ki, Şüeyb peyğəmbər bu məqamda yaşadığı zaman Musa peyğəmbər Misirdən onun yanına gəlir. 7 il Şüeyb peyğəmbərin yanında çobanlıqla məşğul olan Musa peyğəmbər onun qızı ilə ailə həyatı qurur. Şüeyb peyğəmbərin qızı ilə ailə həyatı quran Musa peyğəmbər uzun müddət bax gördüyünüz bu yerdə yaşayır. Daha sonra onlar Misirə getdiyi zaman isə Şüeyb peyğəmbər yenə də öz məqamına qayıdır və bu yer gördüyünüz bax bu yer peyğəmbərin daim oturduğu və söykəndiyi məqamıdır. Bu isə günümüzə qədər gəlib çatan, əgər diqqətlə baxsanız, mərmərdən insan gözüdür. Bu insan gözünün içərisində Şüeyb peyğəmbər hər zaman su içərdi və günümüzdə də bugünə qədər burada su var. Əgər görə bilirsinizsə. Və bu müqəddəs su sayılır. Hər bir insan bu mağaraya gəlir, niyyət tutur və bu sudan içirlər. Bu şəhərdə sanki zaman dayanıb, tarix nə önə, nə geriyə doğru hərəkət edir. Gizli keçmişdən xəbər verən hər daş, hər qaya, hər məbəd aşkarlanacağı günü gözləyir. Şüeyb şəhərinin üzərində günəş yavaş-yavaş öz məqamına çəkilir. Hava qaralır, onsuz da səssiz olan xarabalıqlara biraz da gecənin sükutu vahimə gətirir. Bir gün də beləcə tamamlanır, günəş batır, Şüeyb şəhəri öz sakit gecəsinə çəkilir. Dini inanclara görə Peyğəmbərlər şəhəri adlandırılan Urfada müqəddəs dinlərin onlarla nümayəndəsi yaşayıb. Bir çoxlarına bəllidir ki, İbrahim Peyğəmbər Urfada doğulub, bu şəhərdə yaşayıb. Allahın ən ibrətamiz hadisələrindən biri ilə məhz burada üzləşib. Tarixi qaynaqlara görə İbrahim Peyğəmbər anasının bətnində olduğu zaman bu torpaqlar Babil krallığının tərkibində idi. Hakimiyyəti isə zalim kral Nemrut idarə edirdi. Nemrut bir gecə yuxusunda çox parlaq bir ulduz görür. Bu yuxudan çox təsirlənən kral münəccimləri yanına çağırır. Onlar Nemrudun yuxusunu belə yazırlar. Bu il dünyaya bir oğlan uşağı gələcək. O böyüdüyü zaman sənin taxt tacına sahib olacaq. Kral məqamına özü əyləşəcək. Bu yozumdan bərk qəzəblənən Nemrud əmr edir ki, bu il dünyaya gələn bütün oğlan uşaqları öldürülsün. Kralın istəyi ilə o il hamilə olan qadınlar və minlərlə körpə diri-diri yandırılır. Bu tarixdə İbrahim Peyğəmbərin anası Nuna da hamilə idi.
O çox qorxurdu ki, Nemrut onu və bətnindəki körpəni diri-diri yandıracaq. Bu qorxuyla Nuna bir gecə evdən qaçaraq bax bu mağaraya sığınır. Çox keçmir ki, İbrahim Peyğəmbər bu mağarada dünyaya gəlir və 7 yaşına qədər anası ilə birgə burada gizlənir. Zalım Nemrudun zülmündən xilas olur. 7 il mağarada gizlənən İbrahim gələcəkdə başına gələn müsibətlərdən xəbərsiz idi. Bilmirdi ki, 7 il Nemrudun zülmündən xilas olsa da gün gələcək, yenidən Nemrudun qəzəbi ilə qarşılaşacaq. Zaman keçdi. İbrahim Peyğəmbər boya başa çatdı. O artıq Peyğəmbərlik məqamına yetişmişdi. Zalım Nemrud isə əməlləri ilə hələ də xalqı cana gətirməyə davam edirdi. Bütün bunlara göz yuma bilməyən İbrahim Peyğəmbər həm də xalqın bütlərə, göy cisimlərinə sitayiş etməsinə qarşı mübarizə aparırdı. Qarşılaşdığı hər yerdə bütləri qırır və dağıdırdı. İbrahim Peyğəmbər açıq aydın bütlərə və zalım Nemruda qarşı mübarizəyə başladı. Xalqın yalnız vahid olan Allaha təvəkkül aparmasını, ona sığınmasını istəyirdi. İbrahimin bu əməllərindən bərk qəzəblənən kral Nemrud onun ölümünə fərman verdi. Çox keçmədi ki, o dəhşətli an yaxınlaşdı. Urfada, bax bu gördüyümüz yerdə böyük ocaq qalandı. Görənləri dəhşətə gətirən ocaq o qədər böyük və qorxunc idi ki, insanlar nə edəcəyini bilmirdi. Uca Allahın sadiq elçisi göz görə-görə bir qul tərəfindən diri-diri yandırılırdı. Axan gözyaşları, nalələr, fəryadlar artıq heç bir fayda verə bilmirdi. Çünki zalım Nemrud qərarını çoxdan vermişdi. Az qalsın ki, buludlara çatan alovlara İbrahim Peyğəmbər bax bu yüksəklikdən bir göz qırpımında atıldı. Yer göy lərziyə gəldi, torpaq üsyan qopardı, inlədi. Göyə ucalan nalələr sanki məhşər gününü xatırladırdı. Yanan odların içində çırpınan İbrahim Peyğəmbər son nəfəsini verirdi. Odlara qərq olan Allah elçisindən artıq ümid kəsilmişdi. Lakin o an baş verən ilahi bir möcüzə insanlara ikinci bir dəhşəti yaşatdı. Bir anda lərziyə gələn yer, göy, torpaq ikinci bir təkanla yenidən çalxalandı. Uca Allah alova, ey atəş, İbrahimə qarşı səlim və salamat ol əmrini verdi. İbrahim Peyğəmbər bu yerdə alova atıldığı zaman Ulu Rəbbimiz öz ilahi gücünü və qüvvəsini göstərir. Yanan ocaq qəflətən gördüyünüz bu böyük gölə dönür. Və ocağın içində olan odunlar isə hal-hazırda gölün içində mövcud olan müqəddəs balıqlarla əvəz olunur. Allah öz müqəddəs bəndəsini son anda ölümdən belə xilas etdi. Yanar alov suya, ocaqda olan odunlar isə bax bu müqəddəs balıqlara çevrilir. Bugün Urfanın inanc yerlərinin ən önəmlisi olan Balıqlı gölün yaranma hekayəsi bu hadisə ilə bağlıdır. Həmin gündən etibarən bu məkan İbrahim Peyğəmbərin gölü adlanır. Bu inanılmaz hadisədən nə az, nə çox, 14 əsr zaman keçməsinə baxmayaraq, İbrahim Peyğəmbərin yandırıldığı bu yer öz ilahi gücü ilə hamının diqqətini özünə cəlb edir. Göllə yanaşı burada olan müqəddəs balıqların da qəribə bir aqibəti var. Belə ki, sayı hesabı bəlli olmayan müqəddəs canlılar nə azalır, nə də ki artır. Əsrlərdir ki, bu göldə nə bir balığın öldüyünü, nə də yarandığını görən olmayıb hələ. İnsana ilahi bir duyğu bəxş edən müqəddəs balıqlar ziyarətçilərlə təmasdan heç də çəkinmir. Sanki dil açıb insanla danışacaq qədər mehriban müqəddəs balıqlar zamanın ən ulu şahididir desək, yanılmaz.
kendi qəlbindəki saf arzu, niyyətlə Allaha sığınanlar balıqlı gölə gəlib sonsuz dualar edirlər. Balıqlara yem atır, dirək tuturlar. Kimi hələ həyatdan xəbərsiz, kimi də həyatın bütün yükünü çiyinlərində daşıyır burada. Bütün insanların inamla gəldiyi balıqlı göl, böyük bir tarixin, ibrətamiz hadisənin yeganə şahididir. O bütün insanlara bir dərs verir sanki. Bütün zalimların necə qəzəbə gələcəyini, haqlılarınsa necə qalib olacağını isbat edərcəsinə hələ də yaşamaqdadır bu yer. Göl ətrafında dövrə vurduqca insan nələr düşünmür ki, nələr. Həyatın əbədi olmadığını, hamımızın qonaq kimi gəlib, qonaq kimi getdiyini, Nemrud kimi zalım, güclü hökmdara qalmayan bu qoca dünyanın heç bizə də qalmayacağını bir kərə dərk edir insan.